Salam, axşamınız xeyirli olsun. Yadınızdadsa keçən həftə belə bir qutu açmışdıq və içərisindən MacBook çıxmışdı. Bir dostumuza hədiyyə elədik deyə bilərəm. Artıq bu 5 ya da 6-cı MacBookumdur. Film və s. izləmək üçün kiçik olduğu üçün belə bir böyük kompüterim olsa da çox sevirəm. Ona görə də bir dənə də MacBook sifariş elədik və bu MacBookun hekayəsi çox maraqlıdır. Bunu hardasa biz keçən ayın 20-si, 24 ərəfəsi almışam. Orijinal adaptörü. Bunun qiyməti 110 manatdır. Orijinal кейsdə istifadə olunub, mat bir кейsdə istifadə olunub. MacBook. Burada da satıcıdan təşəkkür mesajımız var. Wow, düşündüyümdən təmiz qalıb. Çəkisindən hiss eləyirəm, inanın bilmirəm, amma çəkisindən hiss eləyirəm ki, bu bir Pro modeldir. Yaxşı bazar araşdırması etdikdən sonra xaricdən, yəni Amerikadan əsasən də həqiqətən gözəl məhsullar əldə etmək olur. Tamamilə təmənnasız kimə hər hansısa bir məhsul lazımdırsa, tövsiyə baxımından əlimdən gələn hər zaman kömək etməyi əsirgəmərəm. İndi yəqin ki, bu MacBook hardasa filmlər çox izləyirəm. Yəqin ki, bir serial 2-3 sezonluq məndə olar, böyük ehtimal. Ondan sonra yenə də yeniləyərik. Bugünkü qutu açılışımız bu qədər idi. Hələlik növbəti qutu açılışlarında görüşmək diləğilə. Sağ olun. Qiymətini deməyi unutdum. Yerli bazar dəyəri 1200 manat civarı olan bu MacBooku təxminən 500 manat civarında kargo daxil əldə eləmişik.